Hərə bir dənə məsələn fəlsəfi fikir paylaşır, hamı indi mütəfəkkir olub. Bəzən əzadarlıqla bağlı dindarlarımızdan elə yazılar görürəm ki, təəccüblənirəm mən. Açıq tənqid, açıq təhqir var, o qorxulu deyil. Amma bir də görürsən ki, gəlişi gözəl, zahiri qəşəng sözlə fikir azdırır. Yazır ki, təəssüf ki, biz İmam Hüseynin əqidəsindən daha çox onun yaralarını tanıtdırmışıq. Yazırlar, əhsən qardaş, bərəkallah. Yaxşı söz daxı zahirən. Əvvəla, düşüncəsini göstərir, bir saatdır burada tər tökürəm, düşüncəsini göstərəm. İkincisi, niyə onun əvəzində onu axı? Sən bütün imamların düşüncələrini tanıyırsan, İmam Həsən. Niyə növbə İmam Hüseynə çatanda əzadarlığı görürsən, əsəbləşirsən, bilmirsən nə deyəsən yaralarını çox göstəriblər. Bunun mövqeyi içində əzadarlığa qarşı nəsə var. Bəzi də din tələbəsidir, təəccüblənirəm. Sən əzadarlığı tənqid eləyə bilərsən bu halda ki, məsələn, hansısa tənqid eləməli nöqtələr var. Amma mən onda səndən qəbul eləyərəm ki, hiss eləyim ki, əzadarlıq eşqi var səndə. Sən bir dəyəri qaldırıb o birini vurursan, bir dəfə görsənmir ki, sən bir əzadarlıqla bağlı bir nəsə bir fikir deyəsən, müsbət bir fikir. Mən bir söz deyim sizə, mənim bütün bu danışdıqlarım hamısı rozələrin bərəkətidir, əzadarlığın bərəkətidir. Mən o adamlardan deyiləm ki, deyəm, day səviyyəliyəm, ona yuxarıdan aşağı baxım. Neynirəm o səviyyəni ki, İmam Hüseyn mərsiyəsi əzadarlıq olmaya. O səviyyəsizliyi də adını səviyyə qoyublar. Şəhid Mütəhhəriyə dedilər ki, zikri müsibət demə, ayıbdır, sən boyda filosof müsibət deyirsən. Deyir, ağladı, dedi ki, məyər nə əldə eləmişəm, bunun nəticəsində əldə eləməmişəm. Bu yaralardır ki, bu əqidəni tanıtdırıb, yaralar, bu əzadarlıqdır ki, səs salıb dünyaya, gəliblər ki, görəsən nə olub, sonra əqidəsi ilə tanış olublar. Məndən soruşsalar ki, bu məclisin əsas hissəsi hansıdır, mən tərəddüd eləmədən deyirəm ki, əsas hissəsi əzadarlıqdır. İndi bilməm nə qəribə təzə dəb düşüb ki, gəlirlər, dayanırlar, moizə qutarır, çıxıb gedirlər. Bunu bir adam mənə izah eləsin ki, bu kimin kəşfidir? Ki, İmam Hüseyn məclisində gələsən, söhbətə qulaq asıb çıxıb gedəsən. Deməli, əsas hissəsində iştirak eləmədin. Eşq sinəyə vurmaqla hopur ruha. Əzadarlıq eşqin əməli ifadəsidir, bu sözdür mən danışıram. Ona görə imamlar təkid edib ki, əzadarlıq keçirin, deməyib, yığılın, danışın, dağılışın. İndi oturub bəzi sözlər danışırlar, əzadarlıqla bağlı. Mən təəccüb edirəm. Xüsusilə də indiki söz bazarı indi çox yaxşı işləyir sosial şəbəkələrdə. Hərə bir dənə məsələn fəlsəfi fikir paylaşır, hamı indi mütəfəkkir olub. Mən sosial şəbəkənin əleyhinə deyirəm, çox faydalı tərəfi var, çox. Bu yandan ziyanı da budur ki, hamıya səlahiyyət verilib söz danışmağa. Qabaq bir şey haqqında mütəxəssis söz danışardısa, indi bazar da açılıb, söz bazarı. Kim nə istəyir danışır və bəzən də düzü səhvdən seçmək olmur.